Növbəti sualına baxaq. Sual elə də asan hesab olunmur. İlk öncə şəkli incələyək. Gəlin hələ məsələyə keçmədən öncə. Baxıram ki, çayın sürəti sağ tərəfə doğru 9-dur. Üzgüçünün sürəti isə bax burdadır və üzgüçünün sürətini bizə verməyib. İlk öncə onu bilməliyik ki, üzgüçünün sürətini proyeksiyalara ayırmaq lazımdır. Bunun bir sinus proyeksiyası var, bir dənə də kosinus proyeksiyası var. Bu sürət sıradan çıxdı, bu belə. Sonra baxıram ki, bizə deyir ki, L nöqtəsindən qarşı tərəfə çıxır. L nöqtəsindən qarşı tərəfə çıxması üçün bizə lazımdır ki, bax bu üzgüçünün sol tərəfə olan bax bu sürəti, yəni kosinus proyeksiyası ilə bax bu çayın özünün sağ tərəfə olan 9 sürəti bir-birinə bərabər olmalıdır ki, bunlar bir-birini sıfıra götürsün və üzgüçünün sadəcə sinus proyeksiyası ilə hərəkət edib L nöqtəsindən çıxsın. Onda biz bax bu sürətin kosinus proyeksiyasına bir 9 deyirik. Yəni çayın sürəti sağ tərəfə olan 9 olduğu üçün. Əgər sağ tərəfə başqa ədəd olsaydı, həmin ədədi qoyardıq yerinə. Bax bu 9-la çayın 9-u bir-birlərini sıfırladılar. Bu belə. İndi biz kosinus proyeksiyasını tapdıq. İndi növbə sinus proyeksiyasındadır. İndi baxıram ki, deməli, çay məsələlərində zamanı biz necə tapırdıq? Götürürdük çayın enini, yəni 240-ı, bölürdük üzgüçünün sadəcə sürətinin sinus proyeksiyasına. Bax, bunu bir Vx deyək, sinus proyeksiyasına. Və bizə verirdi zamanı. Zamanı da bizə 20 verib. Onda Vx nəyə bərabər olacaq? 12-yə. Bax, burada yazırıq 12-yə. Vəssalam. Deməli, sürətin sinus proyeksiyası 12 oldu, kosinus proyeksiyası 9 oldu. İndi bizə sürətin özü lazımdır. Bunu da necə tapacağıq? Elə düşünək ki, bunları katetlər kimi düşünsək, 9-un kvadratının üstünə gəlirik 12-nin kvadratını və bizə verir nə? Buradan indi hesab işlərinə çox vaxt ayırmaq istəmirəm. Bizə də buradan qalır 15. Yəni, sürətin özünü 15 tapırıq.